Əziz 11-ci sinif abituriyentləri, 11-ci sinif 2025 dim toplusundan, mixed bölməsindən, əvəzli mixed bölməsindən bəzi suallara baxaq. Boşluqdan sonra 21-ci sualda artiklsız isim yoxdur. Yəni isim yox, artiklsız isim yoxsa bizə aslı yel əvəzlikləri lazımdır. Cavabımız olur B variantı. 22-ci sual boşluqdan sonra isim yoxdur deyə asılları çıxırıq. Cavabımız olur D variantı. Baxırıq 23-cü suala. 23-cü sualda boşluqdan sonra feil gəlib, xəbər və 3-cü şəxsin təkindədir. Törəmələri əlimizdə saxlayırıq ABC, D və Y variantı ol insan kimi xəbərini cəmdə tələb elədiyinə çıxırıq. Keçirik ikinci tərəfə. Boşluqdan sonra great isimsiz sifət gəlib. Təbii ki, isimsiz sifət varsa, yəli yox, it apostrof s işlənir. 24-cü sual. Boşluqdan sonra xəbər 3-cü şəxsin təkindədir. Bu zaman insan, yəni hesab eləmək insana məxsus deyə ol insan kimi xəbərini cəmdə tələb eləyir. Törəmələri əlimizdə saxlayırıq və ikinci tərəfdə boşluqdan sonra sifət gəldiyinə, isimsiz sifət gəldiyinə cavabımız olur it apostrof s. Və 25-ci sual. Boşluqdan sonra of var. Every of deyə bir şey yoxdur. C variantı ilə Y variantını çıxırıq. Digərlərinə baxsaq, A variantı ilə B variantının ikinci tərəfində zem var. Amma bizim əvvəlcədən verilmiş ismimiz news sayıla bilməyən tək isim olduğuna görə biz zemlə yox, onu it ilə əvəz eləyirik. Cavab olur D variantı. Bu qədər.